2023-cü ildə 57.672 nəfər, 2024-cü ildə 60.669 nəfər, 2025-ci ildə 65.573 nəfər müəllimlərin işə qəbul sisteminə müraciət etmişdir. Və müraciət edənlərin yalnız 39%-i 21-ci ildə, 23-cü ildə üzr istəyirəm, yəni 22.751 nəfər ilk dəfə müraciət edən şəxslərdir. 61%-i, yəni 34.921 nəfər təkrar sistemə müraciət edənlərdir. 2024-cü ildə müraciət edənlərin 34%-i ilk dəfə, 66%-i təkrar müraciət edənlərdir. 2025-ci ildə müraciət edənlərin 33%-i ilk dəfə, 67%-i təkrar müraciət edənlərdir. Müraciət edənlərin təxminən orta hesabla 18-20%-i sistemə müraciət etməsinə baxmayaraq bu prosesdə iştirak etmir. Bu da müəyyən bir problemlər yaranır. Bunların da böyük bir əksəriyyəti təkrar müraciət edənlərdir. Yəni onların da təxminən bu orta göstərici 30%-ə yaxındır. Yəni təkrar müraciət edənlərin deyə bilərik ki, 30%-i müraciət edirlər, amma bu prosesə qatılmırlar. Və nəticədə burada müəyyən problemlər yaranır. Burada da qeyd edildi, müəllimlərin işə qəbulu prosesi hazırlıq tələb edir və buna dövlət bəlli bir maliyyə vəsaiti sərf edir. Test imtahanları keçirilirsə, bu deməkdir ki, test bankı formalaşmalıdır, test tapşırıqları hazırlanmalıdır. Və rəqəmsal mühitdə bu aparılırsa, bu deməkdir ki, maddi-texniki baza olmalıdır, kompüterlər olmalıdır, proqram təminatları olmalıdır. Təbii ki, burada ekspertlər, müəllimlər bu prosesə cəlb edilir. Orta hesabla təqribi rəqəm bundan ibarətdir ki, biz ildə təxminən müəllimlərin işə qəbuluna 2,5-3 milyon manat vəsait sərf edirik. Və nəticədə müraciət edib bu prosesdə iştirak etməyən şəxslər, bu təxminən bayaq qeyd etdiyim kimi, müraciət edənlərin təxminən 20%-i, təkrar müraciət edənlərin 30%-dən çoxudur. Bunlara sərf olunan xərclər əsassız xərclər hesab edilir və biz bu xərclərdən təyinatı üzrə istifadə edə bilmirik. Bu təxminən ilə 500-600 min manat civarındadır. Onu qeyd edim ki, sadəcə siz məlumat üçün bildirirəm ki, biz bu məbləğə təxminən 200 tələbənin təhsil haqqı xərcini ödəyə bilərdik. Amma bu xərclər belə çıxır ki, dövlət büdcəsinə təyinatı üzrə istifadə olunmur. Onu da qeyd edim ki, burada da qeyd edildi, ilk dəfə müraciət edənlərə münasibətdə hər hansı bir ödəniş tələb edilmir. Ödənişin məbləği simvolik olaraq müəyyən ediləcək.